Salam dostlar, Nicat Xaç kanalına xoş gəlibsiniz. Bu videonu bir izləyicimizin istəyi üzərinə çəkirik. Şərhlərdə Hyundai i30 haqqında məlumat verməyimizi istəmişdi. Bu gün i30-un xırdalığına qədər danışacağıq. Sahibləri nədən razıdır, nədən şikayət edir, uzun müddətli istifadəsi necədir, hamısını deyəcəyik. İlk öncə model haqqında qısa məlumat. Hyundai i30 əsasən Avropa bazarı üçün istehsal olunub. Ona görə sürüşü və sazlanması Koreya modellərindən biraz fərqlənir. Azərbaycanda ən çox 2008, 2013 və 2013-2017 modelləri yayılıb. Rəqibləri isə Volkswagen Golf, Ford Focus və Kia Ceed. Qiymətinə görə isə adətən bunlardan daha əlçatandır. Mühərrik və real istifadə. Ən çox 1.4 və 1.6 benzin mühərrikləri yayılıb. 1.4 benzin sahibləri çoxu deyir ki, şəhər üçün normaldır, amma kondisioner açanda zəif hiss olunur. Sürətlənmə ağırdır. Yəni sakit sürən adam üçündür. 1.6 benzin ən balanslı variant budur. Dartışı normaldır, sürətdə problem yaratmır. Yanacaq sərfiyyatı isə 7-8 litr arası dəyişir. Sahiblərin çoxu məsləhət görür ki, imkan varsa 1.6 götürün. Dizel 1.6 SRDI. Müsbət tərəfləri çox qənaətçildir, uzun yolda əladır. Mənfi tərəfləri isə köhnə dizellərdə səs biraz kobuddur. Yanacaq keyfiyyəti zəif olanda problem yarada bilər. Sürüş və rahatlıq. i30-un ən çox təriflənən tərəfi rahat sürüşüdür. Sükanı yüngüldür, askı sistemi yumşaqdır, tıxac üçün idealdır. Amma sürücülərin ən çox dediyi mənfi cəhət isə yüksək sürətdə səs izolyasiyası zəifdir. Saatda 120 km-dən sonra külək səsi artır. Yəni komfort var, amma premium səviyyə deyil. Salon və istifadə keyfiyyəti. Sahiblərinin fikirləri. Panel rahatdır, hər şey əl altındadır. Arxa oturacaq ailə üçün kifayətdir. Bagaj hatchback üçün yaxşıdır. Amma şikayətlər. Plastik materiallar tez cızılır. Uzun müddətdən sonra salon cırıltıları başlaya bilər. Multimedia sistemi köhnə modellərdən sadədir. İndi isə keçək ən çox şikayət edilən problemlərə. Real istifadəçilərin ən çox qeyd etdiyi məsələlər avtomat korobkada gecikmə, xüsusilə köhnə nəsillərdə. Askı detalları tez yeyilir. Bizim yolların səbəbilə. Stabilizator çubuqları tez sıradan çıxa bilər. Boya qatı nazikdir, cızıqlar tez görünür. Amma yaxşı tərəfi odur ki, ehtiyat hissələri bahalı deyil. Ustaları bu maşını yaxşı tanıyır. Təmir xərci Golfdan daha ucuzdur. Sahiblərinin ümumi rəyi. Uzun müddət istifadə edənlərin çoxu deyir ki, baş ağrıtmaz maşındır. Bu maşın sürət üçün deyil, prestij üçün deyil. Bu maşın gündəlik istifadə, ailə və qənaət üçün nəzərdə tutulub. Əgər maşında gözləntin budursa, səni yarı yolda qoymaz. Amma əgər idman, emosiya, premium hiss axtarırsansa, o zaman i30 sənlik deyil. Son olaraq öz fikirlərimi sizlə bölüşüm. Əgər büdcən orta səviyyədirsə və sənə problemsiz, qənaətçil, rahat maşın lazımdırsa, Hyundai i30 pis seçim deyil. Amma alanda 1.6 mühərrik variantına üstünlük vermə daha məntiqlidir. Son olaraq Hyundai i30 istifadə edənlər şərhdə yazsın. Ən çox nədən razısınız, nədən şikayət edirsiniz? Növbəti hansı maşını çəkək? Şərhlərdə yazmağı unutmayın. Videonu bəyənin və kanala abunə olun. Görüşənədək.